İxtisasca həkiməm və həkim olduğum üçün insanın təməl qidalarından biri çörək olduğunu bilirəm. Bu yulaf çörəyi böyük çörəklərdir. Bunun böyük pişirilməkdə əsas məqsədlərdən biri odur ki, bunun həm təbii mayalanma prosesi uzun müddət çəkir, həm də bu böyük çörəklər fırında hardasa 2 saata yaxın bişir. Bir həftəyə qədər bu çörəklər ekşi maya ilə, təbii xəmir mayası ilə hazırlanan çörəklər qala bilir. Mayası, təbii xəmir mayası qatıqla hazırlanır. Baradın çörəyinin, bunun da glikemik indeksi 20-dən aşağıdır. Dietikdir, həm diabetlər istifadə edə bilər. Qreçka və yaxud qarabaşaqdan hazırlanan çörəyimizdir. Şəkər xəstələri, bir də artıq çəki problemi olan adamlar alırlar və istifadə edir. Adi insanlar da istifadə edə bilər. Pişirilmə müddəti fırında 45-90 dəqiqə. Bütün dünyada insanların istifadə etdiyi elə bir qida var ki, o da çörəkdir ki, daim olaraq biz ondan istifadə eləmişik. Çörəyin insan sağlamlığında çox böyük rolu var, çünki gündəlik qidadır. Buğdanın tərkibində olan lifli maddə var, qabığı, o bizə lazımdır. Endosperm deyilən buğdada hissəsi var. O endospermdə B qrupu vitaminlər bizə lazımdır. B qrupu vitaminlər də mərkəzi sinir sisteminə mütləq lazımdır. Biz onu yeyəndə özümüz yaxşı hiss edirik. Bugün Ümumdünya Çörək günüdür və bu gün münasibəti ilə bütün xalqımızı, bütün çörəkçilərin hamısını təbrik edirəm və arzu edirəm ki, Azərbaycan xalqının həmişə çörəyi bol olsun. Çünki deyir ki, çörək bol olarsa basılmaz vətən.